Sevərlər, bugün deməli 13 aprel 9-cu sinif buraxılış imtahanının suallarını işləyəcəyik. Birinci sualdan başlayırıq. Düzbucaqlığın uzunluğu 40%, enli 20% azaldlıqda sahə neçə faiz azalar? Baxın, mən bu tip suallarda sizə bir ipucu demişdim. Dedim ki, əgər düzbucaqlı fərqi yoxdur. Düzbucaqlığın enini, uzunluğunu 10 götürsəz, düzgün cavabı daha ən qısa metod budur. Ya düsturu istifadə edin, ya bunu. Deməli, enini, uzunluğunu 40, enini 20% azaltdıq. Öncə gəlin baxaq, 10 olsa tərəf sahə nədir? 100-dür. Daha sonra enini 40% azaldığında nə olur? 4-ü çıxırıq, yəni 6 olur. Uzunluğunu da, daha doğrusu 40%, enini isə 20% azaltdıqda normalda 10 idi, 20% aşağı elədikdə 80%-ni tapırıq, yəni 8 olur. Bəs bunun sahəsi neçədir? 8 vurulsun 6, 48-dir. Deməli, sahə necə azalar? Öncə mənim sahəm 100 idi, sonra 48 oldu. 100-dən 48 çıxanda neçə qalasıdır? 52 qalacaq. Deməli, 52% azalar. Cavab olacaq A variantı. Yəni, bu tip suallarda düsturla da gedə bilərsiniz. Deməli, nə edəcəksiniz? P1 üstə gəl P2 üstə gəlsin P1 vur P2 bölünsün 100. Deməli, buradan da yerinə qoyduqda, əgər azalır deyirsə, mənfi götürdük. Mənfi 40 üstə gəl mənfi 20 üstə gəlsin mənfi 40 vur mənfi 20 böl 100. Bu da bizə neçəni verəcək? Mənfi 60 üstə gəlinsin. Mənfi 40 ilə mənfi 20-nin hasili 800 bölürük 10-a eləyir 8. Çıxanda qalır mənfi 52. Cavab mənfi alındığı üçün azalır deyirik. Yəni, bu metod düstur metodundan da gedə bilərdiniz. Kubun tilini 2 dəfə azaltdıqda həcm neçə dəfə azalar? Həcmin düsturu nədir? A kubu. Deməli, kubik asılıdır da. Yəni, bu 2 dəfə azalırsa, kubda 8 dəfə azalacaq. A variantı. Üçüncü sualda bizə deyir ki, açıq bucaqdır deyir. CO AB-yə perpendikulyardır, yəni 90 dərəcədir. DOC 25-dir. İndi bura 90-dır, bura 25-dirsə, digərdə olacaq 65 ki, bütöv cəm 360 olsun. Bizdən AOD-ni istəyir, yəni 65 istəyir C variantı. 60-cı sualda kəsri ixtisar edin. Deməli, m kvadratı çıx 5n çıx m-in üstə gəl 5m bölünsün 25 çıx m kvadratı. Buradan nə edəyərəm? Birincisi, ilk ikisindən heç nə götürənmərəm. Gəlin belirləyək. Birinci ilə üçüncünü ortaqlaşdıraq. Buradan m-i ortaq vuruq kimi çıxarsam nə qalır? M minus n. Digərindən də, digər ikisindən də 5-i ortaq vuruq kimi çıxardaq. Nə qalacaq? Mənfi 5-i çıxartdığım üçün qalır m minus n. Yəni, daha doğrusu n minus m. Birinci n gəldiyi üçün n minus m. Aha. Buradan da bölür 25 minus m kvadratı qalsın, bərabərdir. Hər ikisində ortaq nə var? M minus m. Amma mən nə edəcəm? Deməli, qabağa mənfini verəcəm ki, işarə dəyişsin. Yəni, burada yerini dəyişirəm. M minus n eləyirəm. Çünki birincidə m minus n-dir. Deməli, m minus n çıxanda geridə qalır m plus 5. Məxrəc də müxtəsər vurma düsturundan 5 minus m, 5 plus m-dir. Burada 5 plus m-lər gedəcək. Geridə qalacaq 5 minus m, m çıx n. Cavab olacaq D variantı. 61-ci sualda təmliyi həll edindir. 3x çıxılsın 6 bərabərdir 6-ya. Bunu bu tərəfə keçirəndə 3x bərabərdir 12, x də bərabərdir 4-ə. Cavab olacaq C variantı. 62-ci sualda yenə tənliklər sistemində x-i tapın deyir. Tərəf-tərəfə topladıqda 3x bərabərdir 6-ya, x bərabərdir 2-yə. Gətirib yerinə qoyduqda 2 çıxılsın y bərabərdir 6-ya, y də bərabərdir mənfi 4-ə. Bizdən x-i, üzr istəyirəm, elə x-i istəyirmiş, cavab B olacaq. Yəni, y-i tapmağa ehtiyac yoxdur. Hansı nöqtə funksiyanın qrafiki üzərindədir? Yəni, yerinə qoyduqda ödəyir demək istəyir. Baxırıq variantlara. Burada birbaşa baxsaq, hansı variant olar? D variantı uyğun gəlir sanki. Gəlin qoyaq yerinə. Deməli, 16 bərabərdir mənfi 2 vur mənfi 5 üstə gəl 6-ya. Bu da 16 bərabərdir 10 üstə gəl 6. Yəni, D variantı uyğun gələcək. Aşağıdakı əkob istəyir. Əkob üstə gəl əbob istəyir. Birincisi baxırıq əkob 18 ilə 36. 18 ilə 36-ya bölündüyü üçün əkob 36, yəni böyük olan olacaq. Əbob 10 ilə 11 ardacıl gələn ədədlərdə əbob 1-ə bərabərdir. Cavab eləyəcək 37 Y variantı. Yəni, suallar hələ ki asan gedir və elə də çətinlik yoxdur. Tənasibi həll edirik. Baxırıq, 3 idi, 15 olub. Deməli, nəyə vurublar? 3-ə. Yəni, neçəni 3-ə vursam 21 eləyər, 7-ni. Bir belə tapa bilərsiniz, bir də çarpaz vurarsınız.
15x bərabərdir 21 vur 5-ə. X də bərabərdir 21-i 5-ə vurub 15-ə böləcəyik. 5 ilə 15 ixtisar gedir, 3 qalır. 21-i də 3-ə böldükdə cavab edir 7. C variantı. İlk 10 natural ədədin təsadüfən seçilmiş birinin sadə ədəd olması ehtimalını tapın. Öncə sadə ədədlərə baxaq. 2 sadə ədəddir, 3 sadə ədəddir, 4 deyil, 5 sadə ədəddir, 6 deyil, 7 sadə ədəddir, 8 deyil, 9 deyil, 10 deyil. Deməli, 10 dənə ədəddən neçəsi sadədir? 4-dür. İxtisar gedikdə 5-də ikisi qalacaq. Olacaq Y variantı. 1-i götürməyin uşaqlar. Bəzən uşaqlar 1-i də götürür. 1 nə sadədir, nə mürəkkəb. 67-yə baxırıq. Mərkəzi O nöqtəsində olan çevrədə ABO 22-dir. Sonra AOC 28-dir. Bizdən BAC-ni istəyir. Bu hissəni istəyir. Birincisi, əgər bura x-dırsa, bura 2x-dir. Və bizdə belə bir qayda var idi ki, belə bir üçbucaq növündə, baxın, içərdəkilərin cəmi kənardakına bərabərdir. Bax, kənarda bu ikisi 2x-ə bərabər olur. X-i də bu tərəfə keçirəndə eləyəcək 50 bərabərdir x-a. X 50-dir. Deməli, A variantı olacaq. Keçirik 68-ci suala. Tərəfi 22 olan kvadratın perimetrini tapın. Perimetrin kvadratı necə tapılırdı? 4A düsturu ilə. Yəni, P bərabərdir 4 vur 12 eləyəcək 48 D variantı. 69-cu ifadənin qiymətini hesablayın deyir. Baxırıq. 56 vurulsun mənfi 15. Mənfini qabağa çıxardaram. Aşağıda da 14 vurulsun. 20-dən çıxacam. 5 vur 10. 5-i 10-a vuranda eləyir 50. 20-dən 50 çıxanda qalır mənfi 30. Mənfilər burada ixtisar gedəcək. Avtomatik mənfi cavabları çıxırıq. Geridə nə qaldı? Bu vurma deyil, mənfilər ixtisardır. Geridə qaldı. 30 ilə 15 ixtisar gedir. Qalır 2. 56-nı da 2-yə böldükdə olacaq 28. 28 ilə 14-ə böldükdə cavab eləyir 2Y variantı. İfadənin vuruqlara ayırın. Öncəliklə baxıram, hər ikisində nə var? X plus Y. Kənara çıxardanda geridə nə qalır? S çıxılsın, D qalır. Deməli, X plus Y, S çıx, D olacaq A variantı. 71-ci suala baxırıq. Çoxluqlar üçün A ilə B-ni öncə kəsişdir, S-yə aid olanlar çıx deyir. A ilə B-ni kəsişdirsəm, hər ikisində ortaq nə var? 1 var, 2 var, 5 var. Deməli, 1 var, 2 var, 5 var. Aha, bu A ilə B-nin kəsişməsidir. İndi deyir, ondan çıx, S-yə aid olanları. S-də nə var? 0, 1, 3, 6 var. Gəlin çıxaq. 1-i çıxacam və salam. Geridə nəyi yazacam? Baxın, birinci nə gəlir? A ilə B-nin kəsişməsi. Deməli, A ilə B-nin kəsişməsində qalanları yazacam. Cavab olacaq B variantı. 72-ci sualda şərtini ödəyən 2 rəqəmli ədəd. AB açılışı necədir? AB 10A üstəgəl B üstəgəl BA-nın açılışı nədir? 10B üstəgəl A bərabərdir. 88-i vururam içəri. 88A çıx 88B. Buradan eləyir 11A üstəgəl 11B bərabərdir. 88A çıx 88B-yə. A-ları B-ləri bir tərəfə keçirək. Deməli, B-ni bu tərəfə keçirsəm olacaq 99B. A-nı o tərəfə keçirəndə olur 77A. Hər tərəf 11-ə böləndə 9B bərabərdir 7A-ya. İndi A 7 olacaq, B 9 olacaq avtomatik. Çünki 2 rəqəmli ədədlər olanmaz artıq. Yəni 14, 20, 18 belə olanmaz. Deməli, A-nın yerinə 7 qoyuram, B-nin yerinə də 9. Bizdən AB-ni istirdi, yəni 79. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə 8-8 nöqtəsində 10 kvadratın sahəsini tapın. Qarşı təpələri o deməkdir ki, baxın. Biri koordinat başlanğıcındadır, 0-0-dır. Biri isə 8-8-dir. Öncə gəlin bu məsafəni tapaq. Necə tapacağıq? Birincisi nə edəlim? Məsəl üçün deyək ki, bu OB məsafəsi olsun. OB məsafəsini tapanda kök altında 8 çıxsın 0-ın kvadratı üstəgəl, mənfi 8 çıx 0-ın kvadratı deyəcək. Bu deyilir kök altında 64 üstəgəl 64, yəni 64 vur 2, yəni 8 kökdə 2. Mənim diaqonalım alındı 8 kökdə 2. Kvadratdır. Diaqonal 8 kökdə 2-dirsə, tərəf nəyə bərabərdir? Onun kökdə 2-siz formasına. Yəni, tərəfimiz 8-dir. Sahəni istəyirsə, olacaq sahə 64. Ya da diaqonalın kvadratı bölünsün 4 düsturundan gedərik. 8 kökdə 2-nin kvadratı bölürük 4-ə. Bu da eləyəcək neçə? Daha doğrusu bölürük 2-yə. 4-ə yox 2-yə. Alınacaq yenə 64. Keçirik 74-cü sualı. İfadənin qiymətini hesablayın deyir. Nə edəcəm? Mötərizənin içərisini işləyərəm. 2 vurulsun. Burada məxrəclər indi 2-ni ortaq vuruq kimi götürürəm. Baxın,
Digərini də 2-yə vurub 2-yə bölsəm eyni məxrəc olar hamısı. Alınacaq 2,85-in kvadratı üstəgəl 2 vurulsun 2,85 vurulsun 7,15 üstəgəl 7,15-in kvadratı. Nə görürəm? Baxın, bu içəridəkin sürəti müxtəsər vurma düsturudur. Hansıdır? 2,85 üstəgəlsin 7,15-in mötərizə kvadratıdır. Məxrəclər ixtisar getdi 2 ilə qabaqdakı. Geridə qaldı 2,85-dən 7,5-i cəmləmək. 2,85-dən 7,5-in cəmi 10 eləyir. Onun da kvadratı bizə verəcək 100. Cavab oldu 100. 75-ci suala keçirik. X, Y, Z natural ədədləri üçün X, Y-ə vurduqda 6, Y-ə Z-ə vurduqda 18 eləyir. Öncə nəyə vurduqda? Baxın, ən kiçik qiymətini istəyir. Deməli, burada bir neçə hal var. Birincisi, X, Y 6-dır, Y-lə Z 18-dir. Nəyə vuranda 6 eləyər? Birincisi, deyərəm 1-i 6-ya vursam 6 eləyər və yaxud da 2-ni 3-ə vursam 6 eləyər və salam. Burada nəyə vursam 18 eləyər? Biri nəyə vuranda 18 eləyir? Söhbət burada 6-dan getdiyi üçün. Gəlin birinci baxaq. Deyərəm 2-ni, baxın, Y-ın altından uyğun olanları yazıram. Bir də burada 3 vur 2 də götürə bilər. 2-ni 9-a vursaq 18 eləyir. 3-ü 6-ya vursaq 18 eləyir. 6-nı 3-ə vursaq 18 eləyir. El deyil. Yəni bir dəfə nə edərik? Y-ın yerinə biz nələri qoya bilərik? 6 qoya bilərik. Əgər mən Y6 desəm, X-in 1 olacaq. Avtomatik Y6 olduğu üçün Z-in də 3 olur. Və buradan gəlin baxaq. 3-ünün cəmi nə olacaq? 1 üstəgəl 6 üstəgəl 3. 1-in üstünə 6 üstünə də 3 gəldikdə cavab eləyir 10. Bu 1. İkincisi, deməli 6 olan halı çıxdıq. Y-ın yerinə 6 qoymağı. Y-ın yerinə 3 qoyarıq. Y-ın yerinə 3 qoysam X 2 olur, Z də 6 olur. Cəmləyirəm yenə. 2 üstəgəl 3 üstəgəl 6. Eləyir 12. Bu da getdi. Üzr istəyirəm. İndi Y-ın yerinə 2 qoyuram. Y-ın yerinə 2 qoysam X olacaq 3. Y-ın yerinə 2 qoyanda Z də olur 9. Olur 3 üstəgəl 2 üstəgəl 9. Burada da cavab eləyir 14. Bizdən ən kiçik qiymətini istəyir. Ən kiçik qiyməti 10 olacaq. Bərabər tərəfli element üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Perimetr 9 olarsa element üçbucağının tərəfini tapın. Gəlin baxaq öncəliklə. 2 dənə üçbucağım var. Biri L, M, N-dir. Biri ABC-dir. ABC-nin perimetri 9-sa tərəf 3-dür avtomatik. Və o zaman sahə nəyə bərabər olur? A kvadratı kökdə 3 bölünsün 4. Yəni 9 kökdə 3 böl 4. Bu ABC-nin sahəsidir. İndi mənə deyir ki, bərabər tərəfli üçbucağın element üçbucağın sahəsi bərabər tərəfli ABC üçbucağın sahəsindən 16 dəfə böyükdür. Yəni bu 9 kökdə 3 böl 4-ü 16-ya vursam, 9 kökdə 3 böl 4-ü 16-ya vursam, alacam neçə? 36 kökdə 3. Bu 36 kökdə 3 mənim elementimin sahəsidir. 36 kökdə 3. Və sahə necə tapılırdı? A kökdə 3 bölünsün 4. Bərabərdir nəyə? 36 kökdə 3-ə. Kökdə 3-lər getsin. A bərabərdir nəyə? 36 vur 4-ə A kvadratı. A kvadratı 36 vur 4-dürsə A nəyə bərabərdir? 6 vur 2-yə, yəni 12-yə. Element üçbucağın tərəfini istəyir. Tərəf 12-dir. 77-ci sualda X, Y bölünsün onların cəmi. Öncə X, Y hasilini taparam. Gəmidən buranı silək. Qəşəng yazaq. Aha, deməli öncə X-dən Y-ın hasilini taparam. Nə eləyər? 5 çıx 2 kökdə 6 vur 5 üstəgəl 2 kökdə 6. Bu da A minus B, A plus B vuranda nə eləyir? A kvadrat çıx B kvadratı. Yəni 2 kökdə 6 24 deməkdir. Bunlar çıxanda cavab olur 1. Deməli mənim sürətim 1-dir. Məxrəcdə onların cəmləridir. X-dən Y-ı cəmləyəcəm. 5 çıx 2 kökdə 6 üstəgəl 5 üstəgəl 2 kökdə 6. Burada 2 kökdə 6-lar bir-birinin əks işarəsi gedir. Cavab qalır 10. Deməli, nə alındı? 10-da 1. Yəni 0,1. Cavab 0,1. Keçirik ətraflı tələb edilən suallara. 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Hər gün birinci yeşikdən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd vardı? Məsələn, tənlik və ya tənliklər sistemi qurmaqla həll edin.
Bu şərt varsa, deməli mütləq qurmalısınız. Gəlin bu yan tərəfdən yazacağım bunu. Nə edərik? Yan tərəfi təmizləyək ki, bizə qəşəng yerlər qalsın. Aha. Deməli, əziz şagirdlər, 78-ci suala baxırıq. Mənim 2 dənə yeşiyim var. Bu birinci yeşiyim olsun x, ikinci yeşiyim olsun y. Kiloqramları. Birlikdə 50 kiloqram qənd var. Deməli, x-la y-ın cəmi 50-dir. Hər gün birinci yeşikdən 3 kiloqram, birincidən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürdülər. Və 6 gündən sonra, deməli 6 gün davam ediblər. Birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gün və 6-cı gün. Hər gün x-dan 3 çıxıblar. x çıx 3. x çıx 3, çıx 3. x çıx 3, çıx 3, çıx 3. x çıx 3, çıx 3, çıx 3, çıx 3. Bunu özüm belə yazıram ki, tam başa düşəsiz. Yəni, heç nə bilməyən şagirdlər üçün bunu yazıram. Deməli, hər gün çıxdılar. Neçə? 2, 4, 6. Aha. Deməli, birinci gün neçə çıxdılar? x minus 3. İkinci gün 6, üçüncü gün 9, dördüncü gün neçə oldu? 12, beşinci gün 15, altıncı gün 18. Toplam deməli 18. Burada hamısını bir-bir çıxmırıq. Yəni, sonuncuya baxırıq. Deməli, hər gün 3 çıxaraq 6-cı gün sonunda neçə kilo çıxmış oldular? 18 kilo. x çıx 18. Sonra, digərindən də 2 çıxıblar. İndi bunu öz-öz bunların yerinə 2 qoyduqda neçə olacaq? 2 vur 6, 12. Y-dan da 12 çıxıblar. Bu, əvvəlcə miqdarda qənd qaldı. 6 gündən sonra yeşikdə bərabər mi? Deməli, bunlar bərabərdir bir-birinə. Nə tapdıq? X üstəgəl y bərabərdir 50-yə. X çıx 18 bərabərdir y çıx 12-yə. Buradan x-ləri y-ları bir yerə keçirsəm, sistem tənliyi qurdum. Gördüyünüz kimi. Yəni, bu şərti yazmasaz da olar. Əgər nə demək istədim başa düşdünüzsə, yazmayın. Deməli, buradan ikinci tənliyi sadələşdirsək, x çıx y bərabərdir -12 üstəgəl 18-ə. X çıx y bərabərdir 6-ya. Cəmi 50-dir, fərqi 6. X üstəgəl y da 50-dir. Sistem tənliyi həll edirəm. Tərəf-tərəfə toplayanda 2x bərabərdir 56, x də bərabərdir 28. Y da bərabərdir 28-in üstünə nə gəlsəm 50 eləyər? 22. Və salam. Bizdən nə istəyir? Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Yəni, x istəyir. Deyirik, 28 kiloqram qənd var idi. Tənliyi bu şəkildə qurub yazacaqsınız. Deməli, əgər cavabı tam bilmək istəyirsinizsə, baxın, orta şərti silirəm. Deyəsiniz ki, yeşiklərə ad verəcəksiniz x, y. Sonra deyəsiniz x çıx 18, y çıx 12-yə bərabərdir. Bu şəkildə getməniz lazımdır. Keçirik 79-cu suala. Satıcı şarın birinci 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. O bütün şarları alğı satqısından 6 manat çox gəlir əldə edərsə, ən azı neçə şar satıb alıb satmışdır. Deməli, satıcı bir şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satırsa, buradan neçə qəpik qazanır? 3 qəpik qazanır. İndi neçə şar satdığını bilmirik. 3x qədər şar satıb. Bunun 5 tanesi partlayıb. 12 qəpikdən alırdısa, 5-i 12-yə vuranda neçə eləyir? Deməli, 60 qəpiklik şarı partlayıb. Bu deyir, 6 manatdan çox gəlir əldə edib sonda. Yəni, 6 manat neçə qəpikdir? 600 qəpikdir. Buradan da sistem təmini işləyəndə 3x böyükdür 660-dan, x da böyükdür 220-dən. X 220-dən böyükdürsə, ən azı neçə ola bilər? 221. Bu qədər. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 sm böyük, hipotenuz uzunluğu 2 sm kiçikdir. Bu üçbucağın hipotenuz uzunluğunu tapın. Deməli, düzbucaqlı üçbucaqda katetlərindən biri digərindən 2 sm böyükdürsə, biri x-dırsa, digəri x plus 2-dir. Hipotenuzdan 2 sm kiçikdir. Yəni, hipotenuzda x plus neçə olacaq o zaman? 4 olacaq da. Buradan da bizdən nə istəyir? Bu üçbucağın hipotenuz uzunluğunu tapın deyir. Kvadrat tənlik quram. X kvadrat üstəgəl x plus 2-nin kvadratı bərabərdir x plus 4-ün kvadratına. Buru başlıqda x kvadrat üstəgəl x kvadrat üstəgəl 4x plus 4 bərabərdir x kvadrat üstəgəl 8x plus 16-ya. Hamısı, burada x kvadratdan biri digərindən geçsin. X kvadratı 8x-i digər tərəfə keçirəndə çıxılsın 4x olacaq. Və üstə gəlsin 4, 16-ın boyuna keçirəndə çıx 12 bərabər 0-a. O hansı ədəddir ki, cəmi 4 hasılı -12 eləyər?
6 ilə -2 cəmi 4, hasılı -12 eləyər. Burada mənfi olanı götürmürük. X 6 oldu. 6-nı da gətirib yerinə qoyunda 6-nın üstünə 4 gəldikdə eləyir 10. Digərlərdə neçə olur? 6 ilə 8. Həqiqətən də bir katet digərindən 2 santim böyükdür və hipotenuzdan 2 santim kiçikdir. Belə. Keçirik 81-ci suala, sonuncu sualdır. Bizdən nə istəyir 81-ci sualda? Şəkildə verilən fiqurda BC parçası bir dənə buranı silək. Yaxşı düşməyib, yəqin C aşağıdır. BC parçası O nöqtəsi olan yarımçevrənin diametridir. BC qövsünün uzunluğu 4 pi'dir. Yəni yarımçevrə nədir? Dərəcəsi 180-dir də bucağı. Uzunluğu da 4 pi'dir. Çevrənin uzunluğu, qövsün uzunluğu necə tapılırdı? Pi r alfa böl 180. 360. Amma heç bundan tapmağa ehtiyac yoxdur. Belə eləyirik də. Bunu yarım qövsüm 4 pi'dirsə, ümumi qövsüm nə qədər olacaq? Yarım qövsün uzunluğu 4 pi'dirsə, ümumi olacaq 8 pi. 8 pi elə mənim şeyimdir də, çevrəmdir, elə deyil. Yəni çevrənin uzunluğudur. Yəni 2 pi r bərabərdir 8 pi'yə. Buradan pi'lər gedir. 2 r bərabərdir 8'ə, r də bərabərdir 4'ə. Radius 4'dür deməli. Radiusu tapdım. O'dan A'ya kimi məsafə 6'dır. AB də AC-yə bərabər olarsa, fiqurun sahəsi necə tapılacaq? Üçbucaqdır da bu. Burada fiqurumuz düzbucaqlı, bərabər yanlı üçbucaqdan yarım çevrədir. Yarım çevrənin sahəsi nə olacaq? Çevrənin sahəsi pi r kvadratıdır. Yəni nədir? 16 pi'dir. Yarısı nə olacaq? 8 pi. Çevrəmizin yarısının sahəsi 8 pi'dir. Bəs üçbucaq nə qədərdir? Oturacaq 8 hündürlüyü 6. Sahə bərabərdir 6 vur 8 bölünsün 2'yə. 6'ın 8'ə 48, 48'i 2'yə böldükdə 24. Yuxarının da sahəsi 24 oldu. Ümumi sahəni istəyir 8 pi üstəgəl 24. Burada açıq, ümumi belə baxsaq uşaqlar, açıq suallar biraz çətin verilmişdir. Son 4 dənəsi. Yəni çətin deyil də düşündürücü daha çox. Amma digərləri demək olar ki, asan, sürətli işləniləcək suallar idi. İndi isə əgər videonu bəyəndinizsə like etməyi və altdan şərhdə yazmağı unutmayın ki, imtahanı necə verdiniz.